Salam hörmətli izləyicilər, bu günləri oyun cədvəllərin izahını paylaşacağım sizlərlə. Birinci oyun cədvəlimiz Sudokudur. Sudokunun şərti nədən ibarətdir? Birlikdə baxaq. Verilmiş cədvəlin xanalarına hərflər, rəqəm, simvol elə yazılmalıdır ki, eyni bir sətirdə və sütunda, həmçinin tünd xətlərlə hüdudlanmış blokda heç bir hərf, rəqəm, simvol təkrarlanmasın. Bu şərtlərə uyğun olaraq sual işarəsinin yerinə hansı hərf, rəqəm, simvol olacağını tapın. Yəni, bu o deməkdir ki, biz burada, bura 4 var deyə gətirib bura 4 yaza bilmərik. Və yaxud da bura 4 yaza bilmərik. Çünki eyni sətir və sütunda olmuş olacaq. Və yaxud da burada 4 var deyə burada 4 yaza bilmərik. Çünki bu eyni blokun içərisindədir. Bu eyni blokun içərisinə eyni 2 dənə rəqəmi yazmaq olmaz. Ona görə onu yaza bilmərik. Və Sudokunu işləməyə başlayarkən harada daha çox rəqəm varsa, oradan işləmək lazımdır. Yəni, hansı blokda ya da sətr və sütunda. Məsəl üçün, deyək ki, bu blokun içinə baxsaq, bu blokun içində 1-i var, 3-ü var, 4-ü var. 2 ilə 5-i çatışmır. İndi mən 2 ilə 5-i elə yazmalıyam ki, təkrarlanmasın. Baxan kimi görürəm ki, buraya 2 yaza bilmərəm. Çünki eyni sətirdə olmuş olacaq. Onda mən 2-ni aşağı yazacağam, 5-i yuxarı yazacağam. Və bu sütuna baxsam ki, bu sütunda 4, 2, 5, 3 var, bir dənə 1-i çatışmır. Demək ki, bura 1-dir. Aha, bunu da yazdım. Sonra bu sətrə də baxsam, nəyi çatışmır? 1, 2, 3-ü var, 4-ü də var. Bir dənə 5-i çatışmır. 5-i də yazdım və bu hüdudlanmış sahənin 1-dən 3-ü yoxdur. Mən 1-i buraya yaza bilmərəm, çünki burada 1 var. Ona görə 1-i buraya yazacağam, 3-ü buraya yazacağam. Aha, bunu da doldurduq. Yəni, bu şəkildə işləməyə davam etmək lazımdır. Bu sütuna baxsam 2 ilə 4-ü yoxdur. 2-ni buraya yaza bilmərəm, çünki burada 2 var. 2-ni buraya yazacağam, 4-ü bura. Və bu sütuna da baxsam, bu sətirdə 1, 2, 3 var, 4 ilə 5 yoxdur. 5-i mən buraya yaza bilmərəm, çünki burada 5 var. Ona görə mən 5-i buraya yazacağam, 4-ü buraya yazacağam. Onda sual işarəsi 4-ə bərabər olacaq. Yəni, Sudokunun işləmə mahiyyəti bundan ibarətdir ki, sətirdə, sütunda və hüdudlanmış sahədə heç bir təkrarlanma olmasın. Yəni, bu rəqəmlə də ola bilər, hərflə də ola bilər, simvolla da ola bilər. Heç bir fərqi yoxdur və nə qədər olur olsun. İstəyir 8 dənə olsun, bu şəkildə 8 dənə. Yenə də işləmə qaydası eyni cürdür. 7-ci sual lap asandır. Niyə görə? Çünki burada təkcə bir dənə 2 ilə işləsək, tapa bilərik. Baxsam ki, bu sətrin ikisi var, bu sətrin də ikisi var, bu sətrin də ikisi var. Bunun da, bunun da, bunun da, bunun da var. Demək, bir dənə bunun ikisi yoxdur. O 2-ni hara yaza bilərik? Buraya yaza bilmərəm, çünki burada 2 var. Buraya yaza bilmərəm, çünki burada 2 var. Buraya yaza bilmərəm, çünki yuxarıda 2 var. Burada yaza bilmərəm, çünki burada da 2 var. Deməli, bura amma yaza bilərəm, çünki bu sətr sütunda 2 yoxdur. Və burada yaza bilmərəm, burada 2 var. Burada yaza bilmərəm, burada 2 var. Demək ki, sual işarəsi 2-yə bərabərdir. Yəni, bu Sudokunun işləmə mahiyyətidir. Sudokudan sonra gəlir Futoshiki. Futoshiki nədir və necə işləmək lazımdır? Futoshiki işləmək üçün bizə verir ki, 1, 2, 3, 4 ədədlərini elə yerləşdirin ki, kiçikdir və böyükdür işarələrinin tələblərinə riayət etməklə həmin ədədlər heç bir sətr və sütunda təkrarlanmasın. Yəni, bir növlə oyun cədvəlləri hamısı Sudokuya bağlıdır. Yəni, siz Sudokunu işləyə bilirsinizsə, digər oyun cədvəllərində işləyəsiniz. Çünki bütün hamısının mahiyyəti ondan ibarətdir ki, sətr və sütunda təkrarlanma olmasın. İndi digərlərini də izah edəcəm. İndi Futoshikidə də sətr və sütunda təkrarlanma olmamalıdır. Yəni, sən bura 1 yazmısansa, gətirib bura 1 yaza bilmərsən. Çünki eyni sütundadır. Ya da bura yaza bilmərsən. Çünki eyni sətirdədir. Və bu böyükdür, kiçikdirin qaydalarına əməl eləməlisən. Futoshiki işləməyə başlayanda
ya ən böyük ədəddən başlayırlar, ya da ən kiçik ədəddən. Burada ən kiçiyi 1-dir, ən böyüyü də 4-dür. Aha, başlayaq. Birinci sətirdə baxsaq ki, 1-i hara yaza bilərik? Gəlin ən kiçikdən başlayaq da. 1-i hara yaza bilərik? 1-i bura yaza bilmərik. Çünki 1 heç nədən böyük deyil. Ona görə bunu çıxdım. İkinci yerə də yaza bilmərəm, çünki heç nədən böyük deyil. Amma üçüncü yerə yaza bilərəm. Bura 1 yaza bilərəm. Bura yaza bilmərəm, çünki heç nədən böyük deyil. Aha, demək 1-in yeri buradır. İkinci sətirdə 1-i bura yaza bilmərəm. Heç nədən böyük deyil. 1-i bura yaza bilərəm. Hər şeydən kiçikdir. Bura zaten 1 yaza bilmərəm. Burada 1 var. Bura da yaza bilərəm. Çünki hamısından kiçikdir. Aha, demək ikinci sətirdə 1-i 1 bura yaza bilərəm. 1 də bura yaza bilərəm. Üçüncü sətrə baxsaq, üçüncü sətirdə 1-i bura yaza bilərəm. A-nın yerinə yaza bilmərəm. Bura yaza bilərəm. Yox. Çünki bu sütunda 1 var. 1 bura deyil. Digərinə baxsaq, burada 1 yaza bilmərəm. Çünki heç nədən böyük deyil. Aha. Demək 1-in yeri də bu üçüncü sətirdə birinci yerdədir. İndi dördüncü sətrə baxaq. Dördüncü sətirdə 1-i biz birinci yerə zaten yaza bilmərik. Çünki 1 var. İkinci yerə yaza bilmərik. Çünki heç nədən böyük deyil. Üçüncü yerə də yaza bilmərik. Heç nədən böyük deyil. Amma B-nin yerinə yaza bilərik. Aha. Belə olan halda isə bu o deməkdir ki, burada 1 varsa, burada 1 ola bilməz artıq. Bu təkrarlanma yaradır. Ona görə buradakı 1-i çıxacağım. Demək 1-in yeri buraymış. Yəni ikinci sətirdə. Biz bayaqlar bilmirdik ikinci sətirdə 1 hardadır. İkinci yerdədir, yoxsa dördüncü yerdədir. Belə olan halda artıq 1-in qiymətinin harda olduğunu tapa bilirik. Aha, 1-ləri tapdıq. Sonra ən böyüyünə işləməyə başlayırıq. Burada baxsaq ki, 4-ü bura yaza bilmərəm. Çünki 4 heç nədən kiçik deyil. Aha. İkinci yerə də yaza bilmərəm, amma bura yaza bilərəm. Daha sonra ikinci sətirdə bura yaza bilərəm, bura da yaza bilərəm. Aha, demək bu ikisinə yaza bilərəm. Yenə bilmirəm hara yazacağam. Baxaq üçüncü sətrə. Bura 4 yaza bilərəm, bura yaza bilmərəm, bura da 4 yaza bilərəm. Amma yuxarıda 4 yazmışam deyə avtomatik o 4-ü silməliyəm. Yəni bura 4 yaza bilmərəm. Ancaq A-nın yerinə 4 yazacağam. İndi cavab tapılıb. A 4-dür, B 1-dir. Bizdən də A ilə B-nin cəmini istəyir. Cavab 5-dir. Amma yenə də işləməyə davam edək. 4-ü tapdıq. İndi keçirəm 4-cü sətrə. 4-cü sətirdə 4-ü bura yaza bilmərəm. Bura yaza bilmərəm. Bura yaza bilərəm. Burada da zaten 1 var. Aha, demək 4-ün yeri buradır. İndi bayaqları yuxarıda 4-ü bura yazmışamsa, bura artıq 4 yaza bilmərəm. Demək buradakı 4-ü silirəm. 4-ün yeri buradır. 4-ü bura yazdım. İndi digərlərini yazmaq asandır. 3 2-dən böyükdür. Aha, sonra 3 2-dən böyükdür. Sonra 2 3-dən kiçikdir. Burada da 3 2-dən böyükdür. Digərlərini də bu şəkildə yazmaq lazımdır və fotosheetini doldurmaq lazımdır. Bəs imtahana düşən bu tipli sual nümunələrini necə işləmək lazımdır? Burada artıq hamısı verilməyib, bəziləri verilib. Əgər görürəm ki, burada ardıcılıq var. Fikir versəz, yəni böyüyə gedir. Bu nə deməkdir? Belə ardıcılıq gördünüzsə 1-dən 4-ə qədər düzün. 1-dən böyük 2 var, 2-dən böyük 3 var, 3-dən də böyük 4 var. Yəni 1, 2, 3, 4 kimi gedir. İndi burada da bu sütunun 3-dən 4-ü yoxdur. Bura 4 yazaram, bura 3 yazaram. Çünki 4 3-dən böyükdür. 3-dən də böyük bir dənə 4 var. Ona görə burada 4 yazıram. Digərlərini artıq doldurmaq lazımdır. Bu sütuna baxsam ki, bu sütunda 1 ilə 2 yoxdur. 1-i bura yazam mənəm, çünki burada 1 var. Onda 1-i aşağı yazacam, yuxarıya 2-ni yazacam. Daha sonra 3 ilə 4. Bu sətirdə 3 ilə 4 yoxdur. 4 burada var deyə bura 4 yazmayacam. 4-ü bura yazacam, 3-ü bura yazacam. Aha,
Bu sətrə də baxsam, burada bir dənə 1 yoxdur da. Ona görə 1-i buraya yazıram. Sonra bu sütunda da 3 ilə 2 yoxdur. Aşağıda 3 var deyə bura 2-ni yazacağam. Yox, bura 3-ü yazacağam. Bura bir dənə 2 qalır. Burada 1 qalır. Aha, A 4-dür, B 1-dir, C də 4-dür. Onun da cəmi 9 edir. Yəni bu şəkildə işləmək lazımdır, əgər verilməyibsə. Keçdik Hitoriyə. Hitori bəzi xanaları elə rəngləyin ki, hər bir sətir və hər bir sütun üzrə rənglənməmiş xanalardakı hərflər təkrar olunmasın. Rənglənmiş xanaların ortaq tərəfi ola bilməz. Rənglənməmiş xanaların hər birindən digərinə yalnız rənglənməmiş xanalardan sətir və ya sütun üzrə keçməklə çatmaq olar. Bu nə deməkdir? Bu o deməkdir ki, sən tutaq ki, indi burada birinci şərtə baxaq. Birinci şərt nə idi? Təkrarlama olmasın. Yəni bu o deməkdir ki, bura baxsaq, burada D ilə D var. Demək, bu D-nin biri rənglənəcək. Amma hansı rənglənəcək bilmirəm. Onu tapmalıyam. Və sütunda da həmçinin. Burada baxsaq ki, bir dənə D, bir dənə D, bir dənə D. Demək, bu ikisi rənglənəcək. Bir dənəsi qalmalıdır ki, təkrarlama olmasın. Bu deməkdir. Bunu anladıq. İkinci şərtə baxaq. İkinci şərt odur ki, rənglənmiş xananın ortaq tərəfi ola bilməz. İndi buna baxaq, bu nə deməkdir? Əgər sən bu B-ni rənglənmisənsə, tutaq ki, sən onun sağını, solunu, yuxarısını və aşağısını rəngləyə bilmərsən. Yəni, bu şərtdir. Yəni, onların eyni ortaq tərəfi ola bilməz rənglənmiş xanaların. Hə, diaqonal rəngləyə bilərsən. Diaqonal rəngləmək olar. Amma sağını, solunu, yuxarısını, aşağısını rəngləyə bilmərsən. Daha sonra, rənglənməmiş xanaların hər birindən digərini yalnız rənglənməmiş xanalardan sətri və sütun üzrə keçmək olar. Bu da nə deməkdir? Sən bu Y-ni rəngləmisənsə, daha bu Y-ni rəngləyə bilmərsən. Çünki D-nin buradan çıxışı yoxdur. D sətr üzrə də, sütun üzrə də burada ilişib qalıb. Buradan çıxa bilmir. Diaqonal üzrə çıxmaq sayılmır. Ancaq və ancaq sətr və sütun üzrə çıxmalıdır. Yəni, burada da görürəm ki, D buradan çıxışı yoxdur. İlişib qalıb burada. Aha. Və buna əsasən rəngləmək lazımdır. İndi rəngləmə eləyərkən yadınızda saxlayın. Bir önəmli qaydanı deyirəm. İki eyni hərf və ya rəqəm arasında dayanan hərf və ya rəqəm rənglənmir. Və ya rəqəm rənglənmir. Bu heç vaxt rənglənmir. Məsəl üçün, bu D ilə bu D-nin arasında A dayanıb, bu A heç vaxt rənglənməyəcək. Bu D ilə bu D arasında B dayanıb, B heç vaxt rənglənməyəcək. Yəni, iki dənə eyni hərf və ya rəqəm arasında heç vaxt rənglənmə olmur. Bunu da yadda saxlayın. İndi birini işləyək. Görək bu nə deməkdir. Yəni, rəqəmlərdən işləyək ki, bu ABC'də qarışıqlıq yaratmasın. İndi bunu işləyərkən dedik ki, birinci, ən birinci. Eynilərini, yəni eyni hərf arasında və ya rəqəm arasında duranı rəngləmir. Onları tapmaq lazımdır. Burada tapaq. Burada nə görürəm? Hansı eynilər var? Məsələn, 5 ilə 5 arasında 2 var. Bu 2 heç vaxt rənglənməyəcək. Daha sonra 5 ilə 5 arasında 5 var. Bu 5 heç vaxt rənglənməyəcək. Sonra başqa 5 ilə 5 arasında 1 var. Bu 1 heç vaxt rənglənməyəcək. Sonra fikir verirəm ki, birdən gözümdən yayınmış biri ola bilər. Başqa yoxdur deyəsən. Başqa yoxdur. İndi təkrarlanmalara tapacam. Birinci sətirdə 4, 1, 5, 3, 2. Təkrarlanma yoxdur. İkinci sətirdə 1, 2, 3, 5, 5. Demək, bu 5-dən biri rənglənməlidir. 3, 4, 4, 5, 1. Bu 4-dən biri rənglənməlidir. 3, 5, 1, 5, 4. Bu 5-dən biri rənglənməlidir. 5, 2, 5, 1, 3. Bu 5-dən biri rənglənməlidir. İndi sütun üzrə baxaq. 4, 1, 3, 3, 5. Bu 3-ün biri rənglənməlidir. 1, 2, 4, 5, 2. Bu 2-nin biri rənglənməlidir.
Daha sonra 5, 3, 4, 1, 5. Bu 5'in biri rənglənməlidir. 3, 5, 5, 5, 1. Bu 5'in ikisi rənglənməlidir. 2, 5, 1, 4, 3. Burada təkrarlanma yoxdur. İndi biz tapdıq ki, hansılar rənglənməlidir. Onları, yəni rənglənməlidir deyəndə daha doğrusu təkrarlanma harda var. İndi bunu necə işləyəcək? Biz aşağıda bax 2'ni dedik ki, bu rənglənməyəcək. Bu 2 rənglənməyəcəksə, bu 2'nin biri rənglənməlidir. Onda bu 2'ni biz rəngləməliyik. Bu 2 rəngləndi. Daha sonra biz dedik ki, bu sütunda 5'dən ikisi rənglənməlidir. Bir dənəsi rənglənməyəcəksə, demək o digər ikisi rənglənməlidir. Bu ikisini rənglədim. Və daha sonra rəngləyəndən sonra onun sağını, solunu və yuxarısını, aşağısını rəngləyə bilmərik. Aha, burada bu 4'ü rəngləyə bilmədimsə, təkrarlanma var. Bu 4'ü rəngləməliyəm ki, təkrarlanma olmasın. Aha, bu 4'ü rənglədim. İndi burada da bunu 3'ü rəngləyə bilməliyik, bu 5'i rəngləyə bilməliyik. Burada bu 4'ü, bu 1'i rəngləyə bilməliyik. Çünki eyni olacaq. Daha sonra nə edə bilərik? Başqa hansı təkrarlanmalar var? Onlar üzərində işləyək. Aha, 3-cü sütunda fikir versəz, bu yuxarıdakı 5'i rəngləsəm, bu 3 artıq buradan çıxa bilməyəcək. Solu, sağı, aşağısı zaten bağlıdır. Yuxarısı da bağlanmış olur. Demək, mən bu 5'i rəngləyə bilmərəm. Avtomatik aşağıdakı 5'i rəngləməliyəm ki, 5'in biri olmasın. Bu 5'i rəngləmişəmsə, onda demək bu 5'i rəngləməyəcəm. Çünki bir dənəsi qalmalıdır da orada ki, bilinsin. Aha. Bunu da rənglədik. Daha sonra təkrarlanma harda var? Onlara baxıram. Burada fikir veririk ki, 3 ilə 3 var. Aha, bu 3'ün biri rəngləməlidir. Amma hansı rəngləməlidir, onu bilmək lazımdır. Aha, biz yuxarıdakı 3'ü rəngləsək, bax bu 3'ü rəngləsək. Fikir verin. 4, 3, 5, 2, 5 burada ilişib qaldı. Yəni bunlar ilişib qaldı burada. Göylə göstərək görək. Yəni bax bu xanalar ilişib qaldı. Hər yeri bağlıdır. Yəni belə bir şey ola bilməz. Biz dedik ki, onların çıxışı olmalıdır. Ona görə biz heç vaxt onları rəngləyə bilmərik. Yəni onları çıxırıq. Demək bu yuxarıdakı 3'ü rəngləyə bilmərik. Aşağıdakı 3'ü rəngləməliyik. Bu 3'ü rəngləyəcəyik. Sonra bunun yuxarısını, aşağısını idarəliyik. Başqa görək təkrarlanma qalmadı. Məncə təkrarlanma qalmadı da. Birinci sətirdə 4, 1, 5, 3, 2'dir. Yoxdur. İkinci sətirdə 1, 3, 5'dir. Yoxdur. 3, 4, 5, 1'dir. Yoxdur. 5, 1, 4'dür. Yoxdur. 5, 2, 1, 3'dür. Yoxdur. İndi sütun üzrə baxaq. 4, 1, 3, 5, 1, 4, 5, 2, 5, 3, 1, 3, 5, 1, 2, 5, 1, 4, 3. Heç birində təkrarlanma qalmadı. İndi bizdən nəyə soruşur? Neçə rənglənmiş xana var? Sayaq. 1, 2, 3, 4, 5, 6. Demək, 6 dənə rənglənmiş xana olacaq. Hitorinin də mahiyyəti bundan ibarətdir. Rənglənmiş xanaları tapmaq lazımdır. Amma verdiyi qayda ilə. Daha sonra gəlir Kakuro. Kakuro da nə deyir? Deyir, sütun və ya sətr üzrə ardıcıl ağ rəngli xanalardan əmələ gələn blokda yazılmalı ədədlərin cəmi həmin blokdan əvvəlki 3 bucağın üzərində qeyd olunub. Blokdakı ədədlər bir rəqəmlidir, təkrar olunurlar və onlar arasında 0 yoxdur. Bu da nə deməkdir? Yəni, sən bura 9 yazmışsansa, bura 9 yaza bilmərsən, ya da bura, ya bura, ya bura. Çünki sətr və sütunda təkrarlanma olacaq. Bunları edə bilmərsən. Hə, bura 9 yaza bilərsən. Çünki eyni sətr və sütunda deyil. Sonra 0 yaza bilmərsən, zaten görünür. Və hamısı da bir rəqəmlidir. Yəni 2 rəqəmli ədəd yoxdur burada. Burada əsas nüanslar nələrdəndir, onları qeyd eləmək istəyirəm. Əsas rəqəmlər var burada. Əsas rəqəmlər hansılardır? 24 əsas rəqəmdir. Niyə görə? 24'də ancaq və ancaq təkrar olunmadan 7, 8, 9 şəklində yaza bilərik. 24, 7, 8, 9'un cəmidir. Daha sonra 23 əsas rəqəmdir. Çünki 23 ancaq və ancaq 6, 8, 9 kimi yaza bilərsən.
Başqa heç bir təkrar olunmadan bir rəqəmli ədədlərin cəmi 23 eləmir. 23-dən sonra 22-dir. 22 artıq 2 cür olacaq. 1, 5, 8, 9 kimi yaza bilərsiniz. 5, 8, 9 kimi. Və yaxud da 6, 7, 9 kimi yaza bilərsiniz. 6, 7, 9. Daha sonra 7-dir. 7-ni 1, 2, 4 kimi yazacağıq. Və bir də 6 qaldı. 6-nı da 1, 2, 3 kimi yaza bilərik. Əsas rəqəmlər bunlardır. Və digər önəmli nüans nədir? Harda ki 23 ilə 10 gördük, onun kəsişməsinə gətirib 6 yazırıq. Harda 20 ilə 7 gördük, onun kəsişməsinə gətirib 4 yazırıq. İndi bu x nədir? Düzgün Kakuroda sətir üzrə ədədlərin cəmi sütun üzrə ədədlərin cəminə bərabərdir. Yəni 22, 20 ilə onun cəmi 23x11-in cəminə bərabərdir. O da eləyir 18. X 18-dir demək. X-i tapdıq. Yəni göy rəngdə yazaq, bəlli olsun. Demək, bu 18-dir. İndi 23-ü biz bilirik. 6, 8, 9-dur. Hə, bir də daha önəmli nüans. Biz dedik ki, 23 ilə onun kəsişməsinə 6 yazırıq. 23 ilə onun kəsişməsinə 6 yazacağım. 6-sı var onun. Nəyə çatmır? 4-dür. 4-ü biz necə yaza bilərik? 1 ilə 3 kimi yaza bilərik də, başqa cür yazmaq olmur. İndi məntiqən 18 11-dən böyükdür deyə bura 3 yazaq, bura 1 yazaq. Yəni bu o demək deyil ha, düzdür. Sadəcə Kakuroda yoxlamaq lazımdır. Sonra 23-ə baxaq. 23 hansı ədədlərin cəmidir? 6, 8, 9. 6, 8, 9-dursa 22 20-dən böyükdür deyə bura 9 yazaq, bura 8 yazaq. Aha, bunu da elədik. İndi 22-yə görə işləyək birinci. 22 nə idi? 5, 8, 9 idi. Bir də 6, 7, 9 şəklində idi. İndi siz 5, 8 qoysanız, görəsiniz ki, alınmır. Yəni, bura 8 qoysam, bura 5 qoysam, alınmayacaq. Çünki 8 ilə 3, 9 eləyir. 9 da 9 yazmalıyam. 5 ilə 1, 6 eləyir. 6-nın üzərinə 5 gələndə 11 eləyir. 5, 5 təkrarlandı. Demək ki, biz 8 ilə 5 yaza bilmərik. 5 ilə 8-i də yoxlasaz. 5 ilə 8. 5 ilə 3-ün cəmi 8 eləyir. 8-in də üstünə 10 gələndə 18 eləyir. Biz də demişik ki, bir rəqəmli ədədlərdir buradakı ədədlər. Ona görə demək 5, 8, 9-u yazmayacaq. 6, 7, 9 yazacaq. İndi bunu da yazmaq lazımdır, yoxlayıb. Bura 7 yazaq, bura 6 yazaq. Çünki 18 11-dən böyükdür. İndi bəlkə nəsə alındı. 6 ilə 1-i toplayanda 7 eləyir. 7-nin üzərinə 4 gələndə eləyir 11. İndi 8 ilə 4, 12 eləyir. 12-nin üzərinə 8 gələndə 20 eləyir. Yenə təkrarlanma yarandı. Demək ki, belə yaza bilərəm. İndi 7 ilə 6-nın yerini dəyişirəm. Bura 6 yazıram, bura 7 yazıram. 7 ilə 1 eləyir 8. 8-in üzərinə 3 gələndə 11 eləyir. Aha. 8 ilə 3-ü toplayanda 11 eləyir. 11-in üzərinə 9 gələndə 20 eləyir. İndi baxaq görək ödəyirmi? 6 ilə 3 də 9 eləyir. Üzərinə 9 gələndə 18. Təkrarlanma yoxdur. Heç bir sətir və sütunda. 9, 6, 7, 8, 9, 3, 6, 3, 1. Həm sütunda da yoxdur. Demək ki, Kakuronu doldurdum. A-nın qiyməti 3-dür. B-nin qiyməti 7-dir. 7 ilə 3, 10 eləyir. Cavab B variantı. Kakuronu ancaq yoxlamaq lazımdır. Gördünüz nə qədər yoxlama elədik. Bir dəfə onun yerini dəyişdik, bir dəfə bunun yerini dəyişdik. Yəni bu şəkildə işləyərək yer dəyişmə eləmək lazımdır. Sonuncu oyun cədvəli sapyordur. Xanada yazılan ədəd həmin xananın qonşuluğundakı tərəflər və təpə nöqtələri vasitəsilə birləşən xanalarda yerləşən minaların sayını göstərir. Yəni, biz o vaxtı kompüterdə mina oyunu olardı, mina tapırdıq. Bu həmin oyundur. Mahiyyətcə. Yəni, 2-yə neçə dənə xana birləşib? 1, 2 dənə. Və 2 dənə xana birləşibsə və 2 dənə yazıbsa, demək onun bütün tərəflərində mina var. Demək, bu ikisi minadır. 7-yə neçə dənə xana birləşib? 1, 2, 3, 4,
5, 6 və 7 dənə. Burada diaqonalla da sayırıq artıq. 7 dənə xana birləşibsə və 7 yazıbsa, demək onun bütün tərəfləri nədir? Minalıdır. Bunların hamısı mina olacaq. Sonra bu 3-ə baxsam ki, 1, 2 və 3 dənə birləşib. Ona görə 3-ü də minalıdır. 5-ə 1, 2, 3, 4 və 5 dənə xana birləşib. Ona görə 5-i də minalıdır. Bu 5-ə də 1, 2, 3, 4, 5 dənə birləşib. Ona görə bunlar da minalıdır. Bu 6-ya 1, 2, 3, 4, 5, 6 dənə xana birləşib. Ona görə bütün ətrafı minalıdır. Bu 6-ya 1, 2, 3, 4, 5, 6 xana birləşmiş oldu da, düzdürmü? 1, 2, 3, 4, 5, 6 xana birləşdi. Ona görə 6-sı da minalıdır. 4-ə artıq burada neçə xana birləşir bu yuxarıdakı 4-ə? 1, 2, 3, bir dənə də yanında 4. Aha, ona görə demək 4-ü də minalıdır. Bu 3-ə 1, 2, 3 dənə xana birləşib. Ona görə 3-ü də minalıdır. İndi sualda neçə dənə mina birləşdi? 1, 2, 3 dənə. Ona görə sual işarəsi 3-ə bərabərdir. Bir də bu şəkildə var. Burada artıq minalar deyil. Baxıram ki, 1-ə bir dənə qara xana birləşib. Ona görə 1 yazım. 3-ə neçə qara xana birləşib? 1, 2, 3 dənə qara xana birləşib. 2-yə 1, 2 dənə qara xana birləşib. İndi sualda neçə dənə qara xana birləşib? 1 və 2 dənə. Ona görə sual 2 olmuş olacaq. Yəni, sapyorun da mahiyyəti bundan ibarətdir. Sapyoru bu şəkildə işləyəcəyik. İndi 4-dən 6-ya qədər olan suallarda da artıq sapyoru işləyəcəyik. Minaların yerini tapacağıq. Daha sonra oradan hərfləri birləşdirib söz yaranmalıdır. Həmin sözü tapıb qeyd eləməliyik. Bu tipli sualları da işləməyə başlayarkən harda ən böyük rəqəm varsa, oradan başlamaq lazımdır. Niyə görə? Çünki fikir versiniz, bu 3-ə neçə dənə xana birləşib? 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu 8 dənə xananın cəmi 3 dənəsi minalıdır. Sən burada deyə bilmərsən o 3 hansıdır. Ona görə hansında böyük bir rəqəm varsa, oradan başlamaq lazımdır. Fikir versəz ki, bu 6-ya 1, 2, 3, 4, 5, 6 dənə xana birləşib. Bu o deməkdir ki, onun 6-sı da elə minalıdır. Bunların hamısına mina ilə qeyd eləyəcəyik. İndi fikir versəz ki, burada 3-ə 1, 2, 3 dənə xana birləşib, 3 dənə mina. Onda demək, bunun yuxarılarında və aşağısında mina yoxdur. Yəni, bu şəkildə işləyərək sapyorda minanın yerini tapmaq lazımdır. Bu oyun cədvəlləri idi. Oyun cədvəlləri asandır. Burada çox çətin bir şey yoxdur. Demək olar ki, mahiyyət etibarı ilə Kakurov, Toshiki və Hitori Sudokuya bənzəyir və Sudoku kimi eyni şeydir. Sətr üstündə təkrarlanma olmasın. İzlədiyiniz üçün çox sağ olun, təşəkkürlər.